Yaxşı ki bir dənə toyuqdan qoyundan yazılı var, 20 dəqiqə əlləşmiş. Burada soruşmuşdu kimsə toyuğun neçə ayağı var deyə. Həyətdə qoyunlar və toyuqlar var. Onların başlarının sayı deyəndə hərəsinin neçə dənə başı var? Bir dənə. Toyuqların sayına x deyək, qoyunların sayına x deyək, toyuqların sayı olsun y. Bunları toplayırıq. X üstə gəl y bərabərdir 39. 39 baş heyvan var. Qoyun və toyuq. İndi deyir ki, onların ayaqlarının sayı 96'dır. İndi qoyunun neçədən ayağı var? 2 dənə. 4 dənə. 4x. Bəs o zaman toyuğun neçə ayağı var? Onlar denə tam olsun. Bərabərdir 96'ya. Ha bunu əllə edirik. Qulasını görə indi. Aşağını mənfi 2'ye bölək daha rahat olsun. X üstə gəl y bərabərdir 39'a. Mənfi 2'ye bölürəm. Mənfi 2x çıxsın y bərabərdir mənfi 48'ə. Qulasın. Toplasaq alt-alta. Y-lər islah olur. Mənfi x bərabərdir. 39'dan mənfi 48 toplayanda neçə eləyir? Yaxşı bax. Mənfi 9. X elədi müsbət 9. 9 bizə qoyunların sayıdır. Toyuqların sayını istəyir. 39'dan da çıxırıq 9'u. 30 dənə toyuğunuz var. Yani.